Zıtsın sən Allah. Ona geynincə səhər asılır. Başım ağrıdı. O da hədiyyə gəlməyib vitə dönüb. Pamuk, mama qurban ver onu mənə. Mama qurban buraya gəl ömrüm. Aşkım. Elədi də zat o. Hədiyyə gəlməyib. Çox sıxmaq istəmirəm onu. Adama hədiyyə gəlməyib. Adamın qanı tıqanla dönür. Ne güzel oyun. Ne güzel oyun. Əsas tema əla elədi cəzasını. Siz də dəstəyə görə, tıqa görə var olasınız uşaqlar. Gözüm təzyiqim oynadı. Mən həmişə haqqın tərəfdarıyam. Mən heç vaxt xoşlamıram kimlərsə incitməyə. Onun üçün Allah mənim ürəyimə görə verir. Mən dəstəkçilərim də, izləyicilərim də özüm kimidir. Ona görə bilirəm ki, onlar da jestdirlər mənə kimi. Ver onu mənə. Pamuk bura gəl ömrüm. Ana qurban. Atı eləməz. Qoy bura. Salam ver aşkım. Salam ver kızım. Kızım. Pamuk ora bax Pamuk. Gəl. Pamuk az bax şu bura nəyə soxursa. Pamuk ora bax. Gözü oyuncağımı getir. Oyuncağımı ver onu. Gəl. De kızım da. Əsədi oyuncağım. Allah bulama sən ruzundu ömrüm o. O şir sən ruzun idi. Sən mama alacağım mama. Dişləmə də eləm ömrüm. Canlıya gələndə niyə belə eləyirsən? Canlıdan qıraqda gəlib oturur başımda. Aşkım seni kurban ölüm. Çok şirinsin ağam minnoysun. Oyuncağını ver. Demedi. Ala. Pamuk. Oradan bir şey getir tez. Sep getir. Pamuk ala. Pamuk. Pamuk. Ala. 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 Gel. Bu yüzüğden hoş gel bana. Pamuk ala. Gel. Gel Pamuk ala. Ala. Gel. Gel. Kolan getir buradan. Gel. Bak. Al. Al bak. Pamuk. Pamuk al. Götür kala ana kurban. Ana kurban dedi bu ne aşkım. Seni kurban olarım. O seni kurban olarım be sana. Sen çok şirinsin. Aşkım hayatım. Çok geçensin. Al bak gör sana veririm. Heh. Dörttü gücüm dörttü. Pamuk. Tırmaqlama da. İt balası. Açım. Oynadıram da səni. Xəstəlik də elə bir şeydir. Düşmək istəyən Aylin götür onu. Yıxlar. Aylin götür onu. Sən pişik. Efoş səhifəsinə takip atın qızlar. Orada sabah canlı açacağım. Səni öyle açacağım. Sizə söz verirəm açacağım. O səhifəyə bax. Sabitlədiyim səhifəyə takip atın. Canlı açacağım. Tırnağın olmaz hələ. 2 ay tamam olsun sonra icazə yoxdur. Bələcə deyə 1 ay 15 günlükdür. Yuyum boşun yuyum. Pamuk ömrüm. Uşaq pişiyin həvəsində yatmır. İnanırsan 3 gündür pişik gəlib yatmır. O pişiyin həvəsində durur. Yuxudan duran kimi qaçır pişiyin yanına. Uşaqdır da. Pişiyə həvəslənir. Nə olub uşaq olmamısın? Oynayır da lan. Biri sen işte onunla oynuyor. Şimdi bu saat oynuyor. Şirindir. Aslında oynama. Buradadır. Pamuk mama kurban. Aynı oynuyor. Allah balama kurban ölüm. Yuyum boş seni. Kızlar məni takip eləməyənlər takip etsinlər. O maçlar çok çabuk. Eşref səhifəsinə də takip atın. Məni sevənlər. Qoymur da baxmağa çıxır bura. Bilir kameradır, kameradan qaçır. Quran haqqı kameradan qıraqda gəlir oturur başımda. Ay bana nə xəstəliyi? Ev pişiydi o. Giş. Bir dənə elə bir ki TikTokda mən ev pişiyi saxlayam. Məni gördülər. Xəstəlikdir nə? Səndən təmizdir o pişik. Xəstəlik nə olur? Yeganə heyvandır ki meçidə girir çıxır. Səndən təmizdir. Düşsün dana yoruldum olsa bağlayacağım indi. Ay Pamuk hayatım. Ömrüm. Mama sana kurban olsun ha. Aynen beni şey sevdi. Evdə bir şey yaxşıdır ha. Evin aurası yaxşı olur. İnsan bütün negativliyi gedir.
Uşaqlar hamımız başladınız. Hətta da bir daha tırnaqlarından. Bildik də, cəmaət bir şey saxlamır, bilirik də nə etmək lazımdır. Qoyun aptekindən çıxmamışıq. Başa salıblar, bilirik nəyi hardan necə eləyəcəyik. Bunu belə elə, onu belə elə. Başladılar yenə münəccimliyə. Elə bir bütün Bakıda kimin pişiyi var, hamısına gedib siz baxırsınız. Yox, mənə çağırır. Pux girəm, bir şey göstərirəm. Başladılar. Elə bir bunlardan soruşdum, ya santimizdirim. Qəşəng qaşlarım var, hə, çox sağ ol. Yuqni, təşəkkür edirəm. Bizdə düz 12 dənə pişik var. Məzələnmə. Maşallah. Əvvəl sevmirdim pişikləri, əlimi vuranda belə tüklərim biz-biz olurdu qızlar. İstirdim əlcək taxım. Uca yavaş-yavaş əlimi belə götürəndə uca öyrəşir əlim ona. Əlim uca öyrəşir. İtləri də çox istəyirəm. Görmürdüm, baboşun iti mənim üçün ağladı. Quran haqqı. Ağlayıb belə gözünün yaşını sirirdi. Əvvəllər sevmirdim. Bəzi insanları tanıyandan sonra heyvanlara hörmətim artıb. Saçımı oynayalım. Güzel oynayalım. Pamuk. Az yox, yine qızıl prostoydu. 10 manata bunu almışam, 10 manata da bunu. Qızıl taxan adamlar baxan kimi bilir ki, bu qızıl deyil. Bunu qızıldan başı çıxmayan adam bilər ki, bu qızıldır. Yalandan deyər, bu qızıl. Qızılla oturub duran, qızıl taxan adam bilər ki, bu qızıl deyil. Belə qızıl olur. Sən Allahın. Bilinir ki, mənim kimi acından günorta duranlar sizi. Eğilirsen. Bu üzü mənfi enerjini götürür. Auranı götürür. Sənə göz dəymir. Bu da. Ona görə taxıram. Kesin altından almışam. 10 manata bunu, 10 manata bunu. Ailə neçənci mağazaydı? 29 ya 39 olmalıdır. Yox. Bu qızıldır, hədiyyədir. Bu prostoydu. Bu biber də trenddir də, bilirsiniz. Bu da negativləri götürür. Bax dırnağımı, şu dırnağımı baxdıdır. %28'de keçinin altında Buşteriya dükanında ya 29. mağazaydı ya da 39. səhv eləmirəmsə. Şey yox idi. Nə deyirlər ona? İlan sənə yaraşıb stilvi tapmısan. Yox, bu mənim stilim deyil. Bu mənim düşmənlərimdir. Yığmışam barmağıma. Sarıyıram barmağıma. Məsəl üçün biri sən. İlan mənim stilim olsun. Təki sən məndən qorx. Çünki ilan görəndə şalvarın yaş olur. Sən duxun çatır, gəl mənim qabağıma çıx. Sən mənə görəndə həmişə qaçmalısan. Başa düşdün? Ay sağ ol. Ağıllı ol. Fıs eləsən uçarsan. Sən də doğuşansan, doğuşan. Düz deyirəm də, yaşından asılı olmayaraq ilan görən insanlar qorxurlar. Zəhərsiz başqa, zəhərli başqa. Bir tutamın şeyi. Zor cavab, конечно. Üzvə nur gəlib. Pişiyə görədir. Çünki pişik insanda bütün cadunu, pis negativ şeyləri aparır. Pişik insanın bütün ağırlığını aparır. Çəkir özünə.
Bəli, düzdür. Tiki çıxır ya. Bunlar şınşıladır. Deyəsən tiklər tökülmür. Bir də qızdır. Çox böyümür bu. Maksimum 3 kilo, 2 kilo. Kanəşlə inanıram elə şeylərə. Peyğəmbər pişiyin belinə əl çəkib. Pişik heç vaxt yıxılanda beli üstə yıxılmır və yeganə heyvandır ki, məscidə buraxılır. Bunu mən demirəm. Bunu bütün hamı deyir. İnanırsan nədir? Xəstəsən sən. Kafir danışdı. Kafir olub neynəmişəm? Mənə çox maraqlıdır. Dinimi danmışam, nəyimi danmışam. Kafir başqa şeydir. Ağzınıza gələn bilib bilmədən danışmayın. Kafir Allaha inanmayana deyirlər. Abişnikdir, bəli. Biz utduq. Sağ olsun, izləyicilər dəstək oldu. Axırda Dərviş dəstəkçi var idi. Dərviş bir dəfə mənə atıb, yadıma düşdü. Gəldi, tatap ekranları dağıtdı, getdi. Ya onu hardasa görmüşəm, ya da mənə atıb. Tam yadımda deyil. Eşref, səhifəni sabitdə takip atsınlar da səhər orada canlı açım. Nə yazıb bu? Ləman, kəsir olmuşam, öz doğma anamı baxmaq adı ilə gəlib yoldaşımdan aramı vurur, nə edim? İnanıram, bu həyatda hər şey inanıram. Yeznəsi ilə qoşulub qaçan o qədərləri var ki, mən inanıram şəxsən. Heç nə, elə ərin üzünə tüpürmərəm heç. Anamla bir yerdə qapını açıb deyərəm, yallah. Nə elə ananı ana kimi sayaram, nə elə əri ər kimi. Necə sən Selesta minnoşum. Yəni sən elə əri bağışlayıb yanında otuzdurarsan, yəni bir kişi ki qaynanasına göz dikir, nə gözləyirsən onun kişiliyindən? Mən eləsinin yanında heç 5 dəqiqə yox, 1 dəqiqəmi belə harcamaram. Nə anamın, nə də ərimin. Ər heç nə demir, hörmət eləmir, aramızı vurur. Aramızı vurub neyinir ki? Aramızı vurmaq elə deyirsən ki, elə bil ki, nə bilim, səhv başa düşdük də, elə bil padxod eləyir mənasında. Sabitlədiyim səhifəyə takip atın uşaqlar. Mən burada artıq yazanlara cavab verməyə fikrim yoxdur. Çünki sizi tələvizə düşən deyiləm. Yəni, mən söz belə verəcəmə deyil. Tak что narahat olmayın. Orada mən canlı açacağım qızlar. Baxın bu səhifədə. O səhifə mənim səhifəmdir. Mənim orada videolarım da var. Açacağım o videoları. O səhifəyə takip atın. Ara qatanlar. Onlara fikir verməyin. Boş verin getsin. Söhbətimizi eləyək. Özümüz üçün başım çox pis ağrıdı. Oyun oynamayacağım. Nə qədər oyun oynayarlar. Söhbət eləyim, biraz bağlayacağım.
Hə, qrupdular. Baş qaçmalılara. Qızıl Gəncə, baş qoşma. Onlar qrupdular, fikir vermə onlara. Yox, üzüyü tapmadım. Dərviş Meyzaydı. Mən də hiss elədim Meyz olduğunu da. Əslində eşitmişdim. Deyirəm, axı o adı mənə tanış gəlir də. Məncə nə bilim. Yəqin bilmək istəməyib kimsə bilsin. Eşitmişdim hə. Amma dəqiq bilmirəm. O olsa WhatsAppda yazardı. Deyərdi ki, sakitcə mənəm. Yo, deyil. O mənə deyib ki, mən sən başqa səhifədən hədiyyə atsam, yazacam orada. O deyib, mən 4-lüyə qarışmayacam. Mən 4-lüdə çünki hamının xətrini çox istəyirəm, ona görə də qarışmıram. O deyil. O olsa WhatsAppda mənə yazardı. Eşref səhifəsindən takip atın. Amma bilmirəm kimdir, həqiqətən. Hər kimdir, sağ olsun, bəli. Yo, başqası da tapmadım, getdim başqasını aldım. Yer az çoxsa, od qoymusan, hə? Maraqlı keçdi oyun. Uşaqlar, sizcə oyunu necə aparıram? Fikirləriniz çox önəmlidir. Doğrudan. Bu Eşref səhifəsinə takip atın. Siz niyə deyirəm takip atın? Orada da canlı açıram. Əvvəl o səhifə başqa səhifədir. Adını dəyişmişəm də. Orada da canlı açıram uşaqlar. Deyirəm birdən səhifə gedər. Arada çox aqressiv danışıram. Keçim o səhifəyə. 4-lüdə falan görürsünüz, bir də getdi də olur. Adam bir də görürsən beyni sönür. O gün gördünüz uyarı gəldi. Ona görə də takibi alın. Baxın bu sabitlədiyim səhifəni. Məncə də maraqlı aparıram. Aqressiv deyiləm. Elə eləyirəm ki, onlara da dəstək gəlsin. Qıcıqlandırıram. Gördünüz, qıcıqlandırdım, timiyə hədiyyə gəldi. Mən qıcıqlandırmasaydım gəlməyəcəkdi. Mən qıcıqlandırıram qarşı tərəfi. Mən burada pis danışıramsa, o deməkdir ki, mən onlara eləyirəm ki, onlara dəstək gəlsin. Çünki məni sevməyənlər çoxdur. Acığımı atacaq. Bəziləri başa düşmürəm. Onu elə bilirlər düşmənçiliklə. Oyunun şeyi elədi, argument elədi. Qıcıq verməlisən insanlara. Görürsünüz, orada qıcıq verirlər, izləyicilər necə tıklayır acığa. Sako oyunu maraqlı olsun deyə eləyir. Qıraqda elə deyil. Oyunda Sako düşməndir. Durujba, sulujba. Eşref səhifəsinə takip atın. Takip atmışsa uşaqlar, baxıram. Saçlı kraska qoy. Xotum yoxdur, qalbda. Qızlar, iPhoş səhifəsinə takip atın. 10 dəqiqə bağlayıram. Gedirəm dincəlim. İşdən gəlib açmışam. Canlı, itin yorğunuyam. Səhər açacağım amma tezdəndən. Sıralamaya oynayacağım. Bu sabitlədiyim səhifəyə. Gedim biraz dincəlim. Gec yatıram, başım düşüyor. Beynim pozulur. Heç olmasa 4-ə 5-ə yatım ki, bir səhər 10-11-ə dura bilim.
pişik bizdə olandan tez dururam yuxudan. Əvvəl gün ortaya kimi yatırdım, indi pişik gələndən şıtıq kimi dururam. Çünki oyadır. Eləyir, oyadır məni. Acır, çağırır məni. 4-də olacaq oldu da Sadış. Səhər durur, elə balaca uşaqdır. Sakoya yazırlar, Ləmana görə sənə hədiyyə gəldi. Əki, nə dəxliyə? Pişik bərəkət gətirir. Uşaqlar, çıxdım mən, özünüzə yaxşı baxın. Səhər inşallah açacağım. Yo, paylaşmayın mənə gələn hədiyyələri. Mənim daşım ağırdır, xahiş edirəm. Paylaşmayın, sonra da yazılar öz-özünü atır, nə bilim nə. Bəxtəbərçilik oxuyurlar mənə. Paylaşmayın uşaqlar. Getdim mən, öpürəm. Bye bye.